Xanımlar, qazanlarımı yığdıq. Mən yığdım korobkasına. Yaxşı, mən pakovka edə bilmirəm, yerləşdirə bilmirəm. Yerləşdirirəm, yarısı qalır yerdə, korobka örtülmür də. Günay maşallah. Elə qəşəng yerləşdirdi, elə qəşəng pakovka elədi. Sonra skoçla da ortasından görürsüz də bağladı. Zaten bağlanmışdı da biz açmışdıq. Qəşəng elə pakovka elədi, necə elə gəlmişdi, bax o cür pakovka elədi. Hamısını yerləşdirdi. İndi aparıb padvala qoyacağıq. Oğlum gəlsin işdən, balaca balam aparıb padvala qoyar. Yəni evdə yer yoxdur da. İndi inşallah istifadə edəndə yəni sizlərlə də paylaşacağım. Yəni bilirsiniz ki, o üstdəki qazanı tək almışdım da. Dəstin içərisində olmadığı üçün onu tək almışdım. Qəşəng maşallah gəlinim sərgəli yığdı. Belə göstərim sizə. Sərgəli yığdı xanımlar. Deyirəm, yığ. Mənə rəhmət yatan bir sözü var idi. Bir şey olanda deyirdi ki, bala öz işimizdir də, öz evimizdir də. Günay deyirəm, bala sənindir də. Biz bir evik, mənim sənin nə fərqi var? Mən bugün varım, sabah yoxam. Mən olmadım sənindir. Elə bugün də həm sənindir, həm mənimdir. Qəşəng yığ, apar qoy padvala. Çünki mətbəxdə yəni darısqallıq olmasın, balkonda yəni darısqallıq olmasın. Ola bilər balkona qoyarıq. Dolabın üzərinə də qoya bilərik. Nə bilim, padvala da qoya bilərik. Axırda indi hara Günay məsləhət bilsə, deyər, orada balam aparar qoyar. Ya, hə Günay, dolabın üzərinə də qoya bilərik ya balkonda. Yəni baxarıq da, balam gələndə ya ora qoyar, ya da aparar padvala. İnşallah. İndi baxaram da, ola bilər ki, elə arada nəsə bişirərəm. Yəni sizlərlə də paylaşaram. Gah düşünürəm ki, qalsın balamın ad günündə bişirərəm, ilk dəfə, Məlkin ad günündə. Sonra da deyirəm ki, oğlum da deyir ki, mama da Məlkin 1 yaşını eləmsən da 2 yaşını etmə, özümüz. Deyirəm, olsun da özümüz. Deyir, hə, kebab falan edərik. İndi kebab da etsək, bunlar istifadə olunmayacaq. İndi baxacam da, indi arada ola bilər istifadə edərəm. Ya da ki, istəyirəm saxlayayım balamın ad günündə istifadə edim ilk dəfə. Baxacam da, nenisi onu qurban. Bunlar da xanımlar, VIP Life-ın korobkalarıdır. Məhsullarım gəlir, sifariş edirəm. Gəlir, çox olduğu üçün məhsullarım korobkada gəlir. Adətən paketlərdə gəlirdi. Amma indi çox olanda korobkada gəlir. Ya ayrı-ayrı vaxtlarda sifariş edirəm. Gəlir, maşraq ofisində yığılır. Maşraq ofisimizdəki xanım, yəni paketləri də belə bir korobkaya qoyur, göndərir, sağ olsun. Taksi sifariş edir, göndərir. Mən çıxıb elə burada qarşılayıram. Belə. Bunlar korobkalar boşdur. Deyirəm, heyfdir də atmayaq. Bunlar da padvala qoyar oğlum. Bir də görsüz lazım olur da. Kiməsə nəsədən pay verir, nəsə yığır içinə verir. Yəni lazım olur. Belə şeyləri mən atmıram. Balam işdən gələndə aparar padvala yığar bunları. Belə gözəl xanımlar. Bir də xanımlar, sizdən nə istəyəcəm? Çox xahiş edirəm. Dəqiq yazın. Mən bu Trendyoldan ki, keçən sifariş etmişdim. Artıq səhv etmirəmsə 1 ili keçib. Hansı ay sifariş etmişdim, yadımda deyil. 1 ili keçib. Düdüklü qazan. Belə ayrı durur. Düdüklü qazan xanımlar. Mən onda buğlama bişirmək istəyirəm. Amma qorxuram bişirməyə. Yəni, deyirəm, açılar, aləm dağılar, üz gözüm nəsə olar, yanar edər. Onu dəqiq yazın. Mən necə edim? Mən necə edim? İndi ola bilər bu videonun içərisində həmin qazanı açarım, göstərərəm sizə. Çünki bir dəfə xanımlar demişdim, nə bilim, harası neyini yadımdan çıxıb. İndi bu videonun içərisində unutmasam, həmin qazanı da özünü də göstərərəm. Üzərini falan mənə deyərsiniz ki, nəyə hansı tərəfə döndərim, nəyə hansı tərəfə çevirim, neçə dəqiqə bişirim, neçə dəqiqədən sonra açım ağzını. Yəni mən onu edim də. Almışam, heç istifadə edə bilmirəm, amma qorxuram. Rəy bölməsində fikirlərinizi gözləyirəm xanımlar. Sizin fikirlərinizdən sonra mən onun içərisində buğlama bişirib sizlərlə paylaşacağım. Xanımlar, bu qazanda padvala aparsın balam. Bilirsiniz də, bunu bacım mənə hədiyyə etmişdi. İkili qazandı. Bir tərəfində yarpaq dolması, bir tərəfində kələm dolması bişirmişdim. Sağ olsun bacım. Bilirəm, bəzi xanımlar deyəcəklər ki, yeriniz yoxdur, niyə alırsınız? Xanımlar, padval da mənimdir də, orada mənim evimdir də. Məsələn, siz şəhər evində yaşayırsınız, balkonda dolaba aparıb yığmırsınız, artıq qab qazanınızı. Mən də balkonda dolaba yığırıq.
Tutaq ki, biraz artıqca padvala yığırıq. Orada bizim evimizdir də. Sadəcə mənə rahat deyil düşmək, çıxmaq, nəyisə götürmək. Gəlinim cavan gəlindir. İldırım sürəti ilə gedir, götürür, gətirir. Heç çox zaman gəlinim aparmır. Elə yığır balkona, deyirəm yığ balkona. Balam işdən gələndə aparar yığar. Nə lazımdır yığ ora, denən aparsın yığsın padvala. Ya bir şey lazım olur, balama göstərir ki, filan şeyi gətir, gedir, gətirir. Belə. Xanımlar, sifarişlərim gəlib, gəlin birlikdə açaq. İlk öncə VIP Life-dan olan sifarişlərimi açaq, sonra Trendyoldan da sifarişlərim var. İnşallah onları da sizlə birlikdə açarıq. Yəni hər zaman istifadə etdiyim məhsullardır, amma bir-iki məhsul ilk dəfə sifariş etmişəm. Bu hamam, mətbəx, tualet təmizləyici məhsuldur. Çox gözəl bir məhsuldur. İzləyicilərim üçün də çoxlu sifariş edirəm. Bir dənə bundan sifariş etdim. Evdə bir ədəd var, ehtiyatda yenə də sifariş etdim. Sonra bu biberli şampundur Modun brendinin. Bundan Günayın ad gündə Günaya almışdım. Amma istədim özümdə də olsun. Sonra bunlar xanımlar hava təravətləndiricidir. Heç istifadə etməmişəm. Yəni şirkətimizdən də, yəni ilk dəfə də alıram. Bu şirindir, xanımlar dedi şirindir. Bu da çiçəklidir. Çiçək belə sərin ətri var. Hər ikisindən sifariş etdim. Dedim indi baxarım da hansını bəyənsəm, gələn dəfə onlardan sifariş edərəm. Bu qap şampunudur xanımlar. Bu da Modun brendinin ilk dəfədə soğanlı şampunudur. Heç istifadə etməmişik, heç Günayda almamışam. Yəni ilk dəfədə sifariş edirəm. Bu şüşə təmizləyicidir, ilk dəfə sifariş edirəm. Əslində məndə universal təmizləyici var. Yəni universal təmizləyicidən hazırlayıram, qarışım, istifadə edirəm. Sadəcə olaraq istədim olsun. Kanal işlədirəm, səhifə işlədirəm, istədim məndə olsun. Yəni məhsulu istifadə edərəm, bəyənsəm sizlərə tanıdaram. Yəni istəyən xanımlar da istifadə edər. Həm də qablaşdırması çox xoşuma gəldi. Elə mən o universal təmizləyicidən ki hazırlayıram qarışım, bu yəni qabın içərisinə əlavə edəcəm. İstifadə edəcəm. Sonra xanımlar burada görürsünüz 4 ədəd şampun. Deməli biri sarımsaqlıdır, biri soğanlıdır. Biri yumurtalıdır. Bu üçünü sifariş edəndə, yəni bu kataloq ayın 5-də bitir mayın. Bu kataloq belədir. Üçünü sifariş etdiyimiz zaman biri 20% endirimlə biz alırıq 9 manat 61 qəpiyə. Amma belə kataloq qiyməti hardasa 12 manat, neçə qəpikdə 13 manata yaxın. 9.61-dən 3 ədəd səbətə atanda xanımlar biri gəlir 3 manat 99 qəpiyə düşür. Mən də əslində evdə ehtiyatda ikisi var. Soğanlı, yumurtalı. Dedim olsun da şampunda istifadə olunur. Bir yerə gedəndə hədiyyə apararam. Üçünü 9.61-dən aldım. Hər birini 9.61-dən. Ancaq bu 3.99-dan. Belə. Bu da belə xanımlar. Sonra bunlar deməli tər önləyicidir. Dezodorant, antiperspirant. Bunu aldım oğlanlarım da hansında bitsə verərəm onlara. Bunlar xanımlar deməli endirimlə 8.45-ə gəlirlər. 23% endirimlə. Belə bahadır. 11 manatdır, yəni neçə manat kataloq qiyməti. Bu kişilər üçündür.
Bunu xanımlar özüm üçün aldım. Bunun deməli belə bardov rəngindən, belə rəngi olandan Günay almışdım. Bu sərin fresh iylidir. Ona görə bunu həm kişilər, həm xanımlar istifadə edə bilər. Bunu balaca oğluma almışdım. Yəni gördüm yaxşıdır, özüm üçün sifariş etdim. Günaya aldığım xanımlar üçündür, bu da kişilər üçündür. Amma bunu hər ikisi istifadə edə bilər. Sonra burada xanımlar görünmür deyəsən. Kameranı indirim, göstərim. Hə, ətirləri də göstərim. Bu demək Chanel Şans ətrinin birə-bir iyində olan F69 ətridir. Bu da həmçinin. Bunlar deməli aksiya düşmüşdü. Yəni məhsul aldığım zaman, yəni üzərində biraz ucuz aldım. Bu isə narkotik ətrinin birə-bir iyində olan U01 unisex ətridir. Həm kişilər, həm xanımlar üçündür. Kişilərə daha uyğundur. Amma mən də sevirəm iyini. Hal-hazırda da oğlanlarım üçün istifadə edir. Bir də burada elə buradan göstərim də xanımlar. Bir dənə ən çox sevdiyimiz ballı diş məcunudur. Sonra bir dənə belə. Bir dənə də belə diş şotkası. Əslində diş məcunu xanımlar vallah çoxdur evdə. Amma ki burada mən işləyirəmsə sifariş etməliyəm. Və bu israf deyil, alıram. Yəni hər birinin 3 il, 4 il yəni istifadə müddəti var. Yəni bitdikcə evdə istifadə olunur. Sadəcə ehtiyatda çox olur. Bir yerə qonaq getdiyim zaman da təbii ki layiq olan insanlara da yəni hədiyyə aparıram. Başqa şey aparmıram. Lazım olan hər bir evə lazım olan yəni məhsullardır. Hədiyyə aparıram. Xanımlar, bunlar da Trendyol sifarişlərimdir. Tostoranım üçün torba sifariş etmişdim. O hələ gəlməyib. Eyni gündə sifariş etmişdim. O hələ gəlməyib. İnşallah gələndə onu da sizlə paylaşacağım. Deməli, 10 ədəd torba idi. Unutmuşam, neçəyə sifariş etmişəm. Gəldiyi zaman göstərəcəm. Xanımlar, Deep Life-da, yəni bizim şirkətdə hər bir şey var. Ancaq bu qabiyan maşın üçün olan məhsullar yoxdur. Ona görə də yəni mən məcbur elə Trendyoldan sifariş edirəm. Aa. Bəs bunları niyə? Bəs bunları niyə belə? Bunlar iyi tutub axı, bunları yemək olar. Məlik qalxdı, Məlik durdu, Məlikin səsi gəlir. Bunları iyi tutub, bunları nə yemək olar? Xanımlar, bu kofedir, bu da konfetdir. Mən ən çox finişi bəyənirəm. Deməli, 72 ədəddir xanımlar içərisində. 72 ədəd, unutmuşam, qiymətinə baxıb deyərəm sizə. Bu da qabiyan maşın üçün olan məhsullardır. Deyirəm ki, xanımlar, heç bilmirəm, oradan görünür, yoxsa yox. Deyirəm ki, insanlar var ki, hər bir şeydə türklədimişkən art niyyət arayırlar. Mən keçən dəfə Trendyoldan sifariş edəndə belə qabiyan maşın üçün olan məhsul, dedim ki, yəni gəlimi çox istəyirəm, gəlimə dəyər verirəm. İndi bilirsiniz, işıqlar, yəni işıq pulu çox qalxıb, hər bir şeydə yanvar ayından qalxıb. Bu arada xanımlar, bizə 50 manat gəlib, 49 manat neçə qəpik. Demək, yanvardan bu tərəfə, deməli, 42 manat neçə qəpik gəlib, sonra 62 neçə, 62 neçədə də o şaxtalar olanda biz elektrik peçindən istifadə etmişdik ona görə. İndi də 49 manat neçə qəpik. Yəni bilirsiniz ki, yəni kapsullar bahadır, qabiyan maşın üçün olan məhsullar bahadır, işıq, su. Mən sadəcə yəni gəlimi çox istədiyimi göstərmək istəyirəm ki, gəlimə dəyər verirəm.
Çünki indi bir evdə yaşayırıqsa, mən başqa işləri görürəmsə, mən 5 kişi qazancı qədər əgər çalışıram, qazanıramsa, təbii ki, qapılarda gəlinim yumalıdır. Mən yəni pis qaynana həll olmağın bir tərəfə, normal qaynana olsam, normal qaynana yəni düşünər ki, artıq bahadır, artıq istifadə etmək olmur. Məsələn də, yəni indi işimiz çox olanda qabya maşınından istifadə edərik. Bir də görürsüz iş üst-üstə yığılır, çatdırmaq olmur. Onu da istifadə edərik, qonaq gələndə istifadə edərik. Amma mən gəlinimə qıymıram, deyirəm ki, bu qədər əlində yumasın. Məsəl üçün bunları alıram. Bir gəlib yazıb ki, niyə belə minnət? Mən minnət etmirəm. Mən sadəcə olaraq fikirlərimi, duyğularımı sizinlə paylaşıram ki, heç pis olmağa gərək yoxdur. Normal qaynana belə bunu belə desə, burada pis bir şey yoxdur ki, yəni ağır zəmanədir, kasıbçılıqdır, çatdırmaq olmur. Yəni vacib deyil ki, hər gün biz bu qədər məhsullardan istifadə edək. Məsəl üçün, mən bu işi görürəmsə, gəlin sən də qabları məsəl üçün yox. Bu tam normaldır. Amma mən normalı da etmirəm. Mən, yəni məqsədim o idi. Deyir ki, minnət niyə edirəm ki? Belə. Bunlar da xanımlar, qabyan maşın üçün məhsullardır. Balam gəldi. Xanımca balam gəldi. Xanımlar, bunlar da qabyan maşın üçün məhsullardır. Duzu bitmişdi qabyan maşınımın. İnşallah elə axşam sakitçilikdə hamı yatanda edərəm, göstərirəm sizə. Bu parladıcıdır, yəni qablar falan hamısı parıldayır da qəşəng. Bu duzudur, bitib. Bu da ki, qabyan maşını təmizləmək üçündür də. Bunlar, yəni burada çox bahadır. Mən bunlara, demək xanımlar, bunlar, bu, bir də tostoranın torbasına 50 manat pul ödəmişəm. 50 manat neçə qəpik pul ödəmişəm. İndi baxıb dəqiq sizə deyərəm. Haradasa 22 manat neçə qəpik deyəsən bu idi. Öyle bunlar da deyəsən elə idi. İndi baxıb sizə deyərəm. Alt yazı yazaram. Axır sərf edir ki, oradan alıram da. Bunlara 50 manat. Bir də torbalara bir yerdə 50 manat. Torbalar ucuz idi. 4 manat neçə qəpik idi. 10 dənəsi. Amma çatdırılma pulu da var idi də. Deyəsən 10 manat neçə qəpik etdi. Çatdırılma ilə bir yerdə. İndi onu çıxanda bu da hadisa 40 manatdan 40 manat, 41 manat edib bunlar. Belə. Açıb da sizə göstərərəm. Burada 72 ədəddir. Keçən almışdım 85 ədədi idi. İndi olur da. Hələ bunlar da endirimdəydi xanımlar. Gəlinim sevə-sevə yəni istifadə etsin. Cavandır, o da əllərinə qulluq etməlidir. İndi Allah yetirir 5 manat, 3 manat qazanırıq, qoy istifadə etsin də. Niyə bütün qablar əlində yuyulsun ki? Belə xanımlar, elə buradan da belə alıram mən. 550 qram, amma indi bahalaşıblar da. Bu daha bahalaşıb. Yəni mən realda baxıram. Mənə Trendyoldan sifariş etmək sərf elədi. İnşallah maşını təmizləyəcəm. Bunu maşının özünü yumağa qoyanda bunun təmizləməsinə istifadə olunur. Bu duzudur, sonra əlavə edəcəm. Bu da parladıcıdır. Bir dəfəyə doldurulur. Yəni lazım olduqca hər yumada özü götürür. Belə. Bu da çok kapsullarıdır da. Açım elə onu da göstərim. Üçü birində. Belə xanımlar. Üçü birində. Məlik yatıb belə sakit-sakit çəkə bilirəm xanımlar. Amma səsi gəldi, maması getdi. Xanımlar, Məlik hələ də ana südü ilə qidalanır. İndi yuxudan duranda ilk ana südü. Yəni maması verir. Sonra bir yarım saat falan keçir, sonra yemək yer. Maşallah hər şeydə yeyir.
Belə gözəl xanımlar, əgər siz də istəsəniz, yazın, linkini yerləşdirim. Zaman zaman da linkini yerləşdirirəm zaten. Linkini yerləşdirim, yəni siz də sifariş edin. Bir həftəyə gəldi. Dünən gəlib, bir həftəyə gəlib. 21 deyəsən sifariş etmişdik də, yox. 17-si. İndirim kodu var idi də, indirim paylaşmışdım sizlərlə. Son günü idi, ayın 17-si. Elə 13-5 dəqiqə qalırdı, sifariş etdim. Dünən 24-də gəldi. Düz bir həftəyə gəldi. Amma torba hələ gəlməyib. Balaca balamın yeməyi. Momosuna qurban. Elə indi gəlib işdən. Mənim sifarişlərim vardı. Onlar da gedib mərkəz ofisdən götürüb gəlib. Hazır yemək, bulgur yeməyi varkən, balam belə bir öz üçün, nə bilim, yumurtadır, pomidordur, göyərtidir. Görürsünüz də. Yağına baxın hələ xanımlar. Balamın nuş olsun. Xanımlar, sizlər hansı yağlardan istifadə edirsiniz? Mən belə yeməklərdə əritməyə Zelandiya yağından istifadə edirəm. Qızartmalarda kukuruz yağından, belə salatlarda falan da zeytun yağından istifadə edirəm. Amma səhər yeməyə hər dəfə fərqli alıram. Dayaruşka da alırıq, sonra Vestgold, adlar yadında qalmır, Beskov, nə bilim nə, da fərqli alırıq. Mənim üçün fərqi yoxdur, elə hamısı yaxşıdır. Amma ikinci oğlum Dayaruşkanı daha çox sevir, Vestgoldu daha çox sevir. Böyük oğlum ümumiyyətlə yağ yemir. Balaca oğlum, gəlinim, mən fərqi yoxdur, hansı olsa yeyirik. Bu dəfə də balam ankor alıb. Yəni bundan da alırıq, hər dəfə fərqli alırıq. Xanımlar 24 manat, səhv etmirəmsə 90 qəpiyə dedi. Yəni bu gedişlə biz hara gedirik? Bu gedişlə hara gedirik? Həqiqətən bizim vəziyyətimiz, bizim halımız Allaha qalıb. Həyatda yaşayırıq, həyat mücadiləsi veririk. Kimlər çox rahat verir həyat mücadeləsini, bizlər də çox çətin veririk. Bu günümüzə də şükür, təbii ki, bizdən daha ağır vəziyyətdə yaşayan insanlar var. Mən özümə bəzən kasıb deyəndə xanımların çoxu qıcıq olur. Xanımlar, mən heç orta təbəqədə də yaşamıram. Mən kasıbam, bəli. Məndən pis vəziyyətdə olanlar yoxsuldular. Daha pis vəziyyətdə olanlar, hətta bunlar deyirəm, yəni təkrar edirəm, miskindilər. Yəni bu təbəqələr var da, yəni mənsub olduğumuz, aid olduğumuz təbəqəni biz bilməliyik ki, biz yüksək təbəqəyə aidik, biz orta təbəqəyə aidik, yoxsa kasıb təbəqəyə aidik, yoxsul, miskin, biz bunları bilməliyik. Allah sonumuzu xeyirli etsin, aqibətimiz xeyirli olsun. Həyatım, sür həyatım, sür. Sür görüm. Özün otur sür də, nənə qurban. Özün maşında otur sür. Otur sür, hə. O sənə qurban olum. Görürsünüz xanımlar, mənim balam necə başa düşür. Sənə mən qurban olaram, ay Məlik. Nəniyə bax görüm, sənə mən qurban olum. Sürsün balam. O tərəfə sürdü, o tərəfə sür. Qapıya tərəfə. Ay, saat sür. Sürməsən çəkirəm. Sürməm həyatım, mənim evim eşiyim. Axşamüstüdür xanımlar, hava sərində ona görə belə qalın geydirib maması. Sənə qurban olum. Sənə qurban olum. Hə, yaxşı, sürmürsən, hə, yaxşı, düş sür. Hə, sür, tut sür. Belə daha rahat da, hə, sür. Hə, yaxşı, sür. Hə, yaxşı, sür, necə istəyirsən sür. Nənə qurban, necə istəyirsən. Sənə qurban, elə yoxdur, nənə qurban, elə yoxdur. Bəs o sınar axı, onu elə eləyər adam. Bax, Məlik, bax. Başa düşürək, torpaq olan istəyir, getsin. Yox, ora yox, ora üç başı batırasan, elə burada oyna. Xanımlar görürsünüz, deyir, yox, torpaq olan yerə istəyirəm. Sənə qurban olum, gəl bura. Gəl bura, mən qışqırtmam. Tez gəl, yoxuna. Hara gedirsən, yox. Burada oyna. Xanımlar oynamır,
Mən deyə gedirəm torpaq yerdə oynayam. Mən də qoymuram. Get o tərəfdə oyna. Get o tərəfdə oyna tez. Burada oyna. Daşın üstü. Xanımlar, bunun üz ifadəsinə baxın. Külək əsməyə başlayıb. Gəlib tez mənim yanıma. Küləkdən qorxur. Sakit idi hava. Birdən-bir elə bir külək əsdi. Qəribə gəldi bunun. Sönə mən qurban olum. Göl nənə səni öpsün. Nenesi buna qurban. Ay xanlar, balam piçeni yeyir. Səni qurban olaram mən. Balam piçeni yeyir.